Salam əziz abituriyentlər. Bu videoda mən sizlər üçün 2024-cü il hədəf nəşrləri biologiya test toplusundan biokimiya bölməsinin birinci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, glikozanın tam parçalanması zamanı əmələ gələn enerjinin miqdarı istilik enerjisinin miqdarından 3040 kilojol çox olmuşdur. Glikoliz prosesində əmələ gələn istilik enerjisinin miqdarını tapın. Əvvəlcə bilməliyik ki, tam parçalanmada cəmi, yəni oksigensiz mərhələdə 200 kilojol enerji əmələ gəlir, oksigenli mərhələdə isə 2600. Bunların cəmi 2800 kilojolla bərabər olur və bizə deyir ki, tam parçalanma zamanı əmələ gələn enerjinin miqdarı istilik enerjisinin miqdarından 3040 kilojol çox olmuşdur. Demək, biz bilməliyik ki, nə qədər istilik şəklində ayrılır. Glikoliz mərhələsində 200 kilojol enerji əmələ gəlir ki, bunun 120 kilojolu istilik şəklində ayrılır. Oksigenli mərhələdə isə 2600 kilojol enerji əmələ gəlir ki, bunun 1160-ı istilik şəklində ayrılır. Bunların cəmi, yəni 120, 1160-ı toplayırıq, olur 1280. Onda ümumi enerjidən istilik şəklində ayrılan ümumi enerjini, yəni 1280-i çıxırıq, bərabər olur 15000, 15020-yə bərabər olur. Onda biz baxırıq, bu fərq 15020 olduğu zaman glikoliz prosesində əmələ gələn istilik enerjisi 120-yə bərabər olur. Bu fərq 3040-a bərabər olduğu üçün isə x olur. Bu zaman x olur. X-in də qiyməti həll eləyəndə olur 240. Yəni doğru cavabımız olur D variantı.